Yoncaya birinci ili azotlu gübrə vermək məsləhət görülür. Onun da səbəbi nədir? Ümumiyyətlə birinci ili deməli paxlalı bitkilərdən olan yonca köklərində fır bakteriyaları əmələ gətirmir. Çox az miqdarda demək olar ki, əmələ gəlmir. Amma ikinci ili, üçüncü ili artıq azot toplayırlar havada. 72% olan azotu fır bakteriyaları nəticəsində köklərinə toplayırlar və azota ehtiyac duymurlar. Çox az miqdarda azota ehtiyacı yaranır. Biz ikinci, üçüncü ili yoncamıza amofos, yəni ümumiyyətlə fosforlu gübrə vermək daha məsləhətlidir ki, kök sistemi inkişaf eləsin. Kök sistemi inkişaf eləyəndə deməli yerüstü hissəsində, ümumiyyətlə bütün bitkilərdə də, yoncada da eynən yerüstü hissəsi daha inkişaf eləyəcək və daha yaxşı yarpaqlar ümumi olacaq və heyvanlar üçün daha yaxşı keyfiyyətli yem olacaq. Ümumiyyətlə ikinci ildən sonra ancaq fosforlu gübrələrdən istifadə edilməyi məsləhət görürəm. Amma azotlu gübrələr də istifadə etmək olar, çox az miqdarda. Çünki köklərində azot toplayan fır bakteriyaları var. O bakteriyaların nəticəsində paxlalı bitkilər öz azot təminatını təmin edirlər o bakteriyaların nəticəsində. Sağ olun, var olun. Allah köməyiniz olsun. Bura qədər izləyən hər kəsə təşəkkür və minnətdarlığımı bildirirəm.